Salamlar hər birinizə. Xoşbəxtlik Daşına podkastımın yeni bölümünə xoş gəlmisiniz. Bugün çox maraqlı bir mövzudan danışacağam sizə və özümün də çox fərqli bir inkişaf yolu keçdiyim bir mövzudur bu əslində. Ona görə də biraz daha öz təcrübələrimi paylaşmaq istədim bu mövzuda. Təbii ki, yenə də çox trend bir mövzudur. Hamının bir fikri var. Niyə də mən öz fikrimi deməyim bu mövzuda? İlk öncə bundan başlamaq istərdim ki, bu son vaxtların belə bir cool sualı var. Hansı ki, mənim ətrafımda da bir dostumun, olan dostumun bir qız olsundan soruşması ki, sən feministsən? Bu sualı verəndə çox qız bunu fəxrləndir ki, bəli, mən feministəm. Amma bir çox hallarda nə kişilərin, nə də ki, qadınların feminist və yaxud qeyri-feminist sözünün mənasından məlumatları olmur. Sadəcə bu artıq belə bir tendensiyaya gəlib çıxardıb ki, kişilər düşünür ki, feministlər pisdir, feministlər düşünür ki, kişilər pisdir. Amma ki, niyə bu müharibə, deyərdim ki, artıq soyuq müharibə də deyil, bir isti müharibə gedir ki, niyə qadınlar kişilərə qarşı düşmənləşib və niyə kişilər özlərini bütün günü müdafiə etməyə məcburiyyətində qalır? Çünki doğrudan da bütün sosial mediaya baxdıqda qadınların belə bir müharibə mövzusunda, müharibə strategiyasında olması ki, yox, kişilər nə desə biz onlara qarşı çıxmalıyıq, onlar səhvdirlər, onlar bizi əzməyə çalışırlar, onlar bizim düşmənimizdir, biz özümüzü qorumalıyıq, qadınlar birləşməlidir. Bu əslində çox insan düşünə bilər ki, bu artıq qadınların güclənməsi ilə bağlıdır. Kaş ki elə olsun. Kaş ki doğrudan da qadınlar özlərinin dəyərini başa düşüb qarşılarındakından o təsdiqi gözləməsinlər. Amma ki mən düşünürəm ki, özünü bu qədər müdafiə etmə ehtiyacı ondan irəli gəlir ki, biz özümüzü zəif hiss edirik. Çünki birindən doğrudan da necə deyərlər, yəni kobud səslənə bilər, amma zəhləmizin getməsi deməkdir ki, bizim o insanlarla bağlı hələ də bir yaramız, bir zəif tərəfimiz, bir həll olunmamış nəsə qalıb və qadınlarda da çoxunda belə bir tranzit oldu ki, bir dövr var idi ki, qadınların cəmiyyətdə rolu çox az idi, haqları, hüquqları müdafiə olunmurdu və birdən artıq bu müharibə, 1-ci və 2-ci Dünya müharibəsindən sonra o haqları, o azadlıqlar qazanandan sonra da tam spektrumun digər bir çox ekstrem hissəsinə gedib çıxdılar. Hansı ki, burada artıq daha dominant olmağa, daha bu təbiətdən gələn feminin, maskulin rollardan çıxmağa başladılar və daha çox maskulinə getdilər ki, yox, biz də sərtik, biz də kişilərin elədiyi hər şey eləyəcəyik, özümüzü sübut eləməyə çalışacağıq. Amma mənim fikrimcə doğrudan da sübut olunmağa ehtiyacımız varsa, demək ki, biz özümüzə inanmırıq və birinə sübut eləməyə çalışdığımız hər şeyi biz əslində özümüzə sübut eləməyə çalışırıq. Bununla bağlı öz hekayəmi paylaşmaq istərdim ki, mən universiteti bitirəndə və karyerama başlayanda çox bir hədəflərim də var idi ki, doğrudan da karyeramda yüksələcəm. Çox çətin iş saatları da ola bilər. Bunlar da mənim üçün okeydir. Nə lazımdırsa eləyəcəm. Kişilərlə daha çox çalışacağam. Daha da yüksək vəzifələrə çıxacağam və qarşımda da doğrudan belə rol modellər var idi ki, qadınlar daha yüksək vəzifədə idi bizim şirkətdə. Ən azından mənim departamentimdə və mənim qarşımda yaxşı nümunələr var idi ki, mən də çalışacağam, çox işləyəcəm, onlardan biri olacağam. Amma bir vaxtdan sonra gördüm ki, bu məsələ mənim enerjimi çox alır. Yəni, bütün gün oturub fikirləşmək ki, mən necə güclü olum, mən necə vuruşum, mən necə hər qarşıma çıxan hər kişiyə sübut edeyim ki, mən sizdən daha güclüyəm. Bu, yəni, çox yorucu bir məsələdir. Dəhşətli dərəcədə bir insanın, xüsusilə bir qadının enerjisini alan bir məsələ olduğunu gördüm. Məsələn, illər öncə mənə soruşsaydınız ki, ümumiyyətlə ailə qurub uşaq sahibi olmağı düşünürsünüz, əsla deyərdim ki, yox, ümumiyyətlə uşaqlar vaxt alır, əsas karyeradır, əsas işdir, əsas o karyera pilləkənlərində yüksəlməkdir, uşaq vaxt alır, ailədə boş söhbətdir. Bəlkə evlənərəm, bəlkə evlənmərəm, kişi ilə məndən eyni haqlardır, mən nə edirəmsə yarı-bayarı bölüşməliyik, yəni mənim düşüncələrim belə idi buna bağlı. Amma ki, gördüm ki, bu şəraitdə, bu düşüncə ilə irəliləyəndə
mənim nə karyeram, nə şəxsi həyatım müsbət tərəfə gedir. O vaxtdan artıq düşünməyə başladım ki, bəlkə başqa bir reallıq var. Bəlkə mən nə isə düz eləmirəm də. Bu o demək deyil ki, mən ümumiyyətlə 100% səhv düşünürəm. Sadəcə artıq bu öz düşüncələrimin qarşısında kritik yanaşmağa başladım və gördüm ki, məsələn, bizim cəmiyyətdə belə bir şey var ki, rahat yaşayan, yoldaşı və ya ailəsi tərəfindən təmin olunan maddi cəhətdən və mənəvi cəhətdən ki, həm emosional ehtiyacları ödənir bir qadının, həm də ki, maddi ehtiyacları ödənirsə, çox qadınlar xüsusilə də, yəni kişilərdən bunu çox vaxt görmərsiniz, amma qadınlar o qadınları alçatmağa çalışır, onlara ad qoymağa çalışır ki, yox, o özünü yıxıb hansısa kişinin üstə ər çörəyi yeyir, əri hesabına belə olur, nə bilim, papasının hesabına belə olur. Amma ki, baxdıqda o qadınlar əslində heç nə səhv eləmir. Sadəcə ətrafındakı kişilərlə necəsə düzgün davranmağın yolunu bilir. Məsələn, mən çox görmüşəm ki, doğrudan da ailə həyatında və şəxsi həyatında xoşbəxt olan qadınlarda belə bir şey var ki, onlar həyatlarındakı kişiləri ucaltmağa yönəllirlər. Ucaltmaq da o demək deyil ki, haqsız yerə onlara tərif yağdırırlar. Ucaltmaq ondan ibarətdir ki, biri sizi düşünüb sizə bir gül alırsa, bunu doğrudan da ürəkdən bir sağ ol deyə bilmək. Və bunu eşidən kişilər də çox vaxt özlərini daha dəyərli hiss edirlər, daha təbiətlərinə uyğun hərəkət etdiklərini gözləyirlər. Çünki mən ona çox inanıram ki, bir insan, qadın, kişi və yaxud hər hansı bir canlı öz təbiətindən gələn, öz hormonlarının, öz bədən quruluşunun ehtiyaclarına uyğun həyat sürmürsə, bu əvvəl axır fəsadlara gətirib yola çıxarır və mən deməzdim ki, hər hansı bir qadın da tamamilə, məsələn, bizim bu indi feminist qadın-kişi bərabərlik society-sində belə bir şey var ki, okey, qadın da işləsin, kişi də işləsin, ikisi də sonra gəlib ev işi görsün, eyni halları görsün. Amma ki, mən düşünürəm ki, əgər təbiət iki cins yaradıbsa, bunların arasında təbii ki, fərq olmalıdır. Təbii ki, hormonlarından gələn, sadəcə fiziologiyalarından gələn bir fərq olmalıdır və bu ona gətirib çıxara bilməz ki, iki fərqli bədən eyni ehtiyaclara olsun, eyni cəmiyyətdə rollar olsun. Ona görə də mən düşünürəm ki, dünyadakı ən xoşbəxt, ən gözəl, ən belə öz dəyəri hiss olunan qadınlar sayılır məncə Rus qadınları, ərəb qadınları və digərdən fransız qadınları, hansı ki, doğrudan da öz qadınlıqlarını qoruyub saxlaya biliblər ki, mən hər zaman qulaq asıram YouTube-da və çox hamıya da tövsiyə edirəm ki, həm ərəb qadınlarının, həm də ki, rusların bununla bağlı çox maraqlı videolar olur, öz baxış açılarını paylaşdıqları. Çünki görürəm ki, onlar Azərbaycanlılardan nə qədər fərqli düşünürlər və baxanda ki də bu necə gəlib çıxardıb ki, biz iki eyni cinsli qadın Rusiyada özünü fərqli cür apara bilir, Azərbaycanda fərqli cür apara bilir və bu təbiidir. Çünki burada artıq böyüdüyümüz mədəniyyətin təsiri var. Böyüdüyümüz mədəniyyət də bizə nələrdən gəlir? Tarixcəmiz, məruz qaldığımız hadisələr, məsələn, bizdə olub ki, hər zaman işğal altında olan bir xalq olmuşuq, daha əzilən bir xalq olmuşuq və buna görə də qadınlarla bağlı ilk prioritetimiz olub ki, qadınları qoruyaq. İlk öncə necə deyirlər, survivalın qaranti altına alaq. Daha sonra isə artıq daha lüks şeylərə, daha ehtiyaclara, yox da istəklərə fokuslana bilərik. Amma ki, düşünürəm ki, hər bir Azərbaycan cəmiyyətindəki qadın da öz fikirlərini artıq bu belə bir şey var ki, victim mindset ingiliscə gedir, qurban zihniyyəti. Yəni ki, biz o qədər sevirik ki, ay qadınlar yazıqdır, ay qadınları kişilər əzir, gör necə zəhmətkeş anadır, gör necə cəfakeş qadındır, ərinə paltarını yuyur, onu eləyir, bunu eləyir. Yəni bizim insanlar olaraq qadınların özündə də herhalde dəyərləndirdiyimiz şey əzab çəkməkdir. Məndə də var idi o ki, mən xoşlayırdım ki, işləyim, gecə neçəyə qədər işləyim, sonra gəlib evdə valideynlərim soruşanda dedim ki, ay o qədər yorulmuşam, o qədər işləmişəm, o qədər çalışmışam ki, mənim başımı sığallayıb desinlər ki, malades,
yaxşı eləmisən, vay vay nə yazıqsan, sən çox əziyyət çəkdi bu uşaq. Yəni bizdə cəmiyyət olaraq bunu dəyərləndiririk. Çox adamda artıq bu fikrə gedir ki, mən qurban olmasam, mənə heç kim sağ ol deməz, mənə heç kim dəyərləndirməz. Amma əslində əsla belə deyil. Biz nə qədər ki qadınları o qurban kimi görəcəyik ki, ay yazıqdılar, ay belədilər. Əslində qadın böyük qüvvədir sözü çox düzgündür. Yəni bizim atalar sözlərimizdən birinin də bu olması əslində göstərir ki, hər hansı bir dövrdə biz bunu başa düşmüşük ki, qadınlar cəmiyyəti formalaşdırır. Qadınların düşüncəsi bir kollektiv olaraq qadınların düşüncəsi də ümumi cəmiyyətin düşüncəsini formalaşdırır. Məsələn, mən həmişə düşünürdüm ki, niyə bizdə belə bir tendensiya var ki, oğlanlar artıq daha az iş görmək istəyir. Bir restorana gedəndə mən də əvvəl belə idim ki, yox, bir dəfə sən ödəyərsən, ikinci dəfə mən ödəyərəm. Amma ki, belə baxanda bu sadəcə pul məsələsi deyil. Bu daha çox artıq o qədər neytrallaşdırırıq ki, cinsiyyətləri ki, qadın da pul ödəyər, kişi də pul ödəyər. Qadın elədiyi hər şey qadın yük də daşıyar, kişi də daşıyar. Qadının rollarını kişi də eləyər. Artıq neytrallaşma bir o balansı pozmağa başlayır. Neytrallaşma hər zaman deməzdim ki, yaxşıdır. Ona görə də biz düşünürük ki, hamı hər şeyi bərabər eləsin, hamı hər şeyi bölüşdürsün, amma artıq buna gələndə isə hiss olunur ki, doğrudan da heç kim xoşbəxt deyil. Çünki bir kişinin, ümumiyyətlə hər hansı bir canlıdakı kişi cinsinin rolu ondadır ki, qorusun, təmin eləsin, gətirsin, o qadından təhlükəsizliyini təmin eləsin, qadından olan uşaqların təhlükəsizliyini təmin eləsin, onların qayğısına qalsın. Ananın isə, qadının isə rolu ondan ibarətdir ki, o ailənin doğrudan da xoşbəxtçiliyini, o ailədəki ruhu versin. Belə bir məsələ var ki, kişilər evi alır, qadın isə onu doğrudan da bir yuvaya çevirir. Bu çox düz bir sözdür ki, kişilər nə qədər bacarıqlı olsalar da, nə qədər pul da qazansalar, bu qabiliyyət onlarda yoxdur ki, o evin doğrudan da bir ruhu olsun. Çox dəhşət bahalı ev ola bilər, amma ki, orada bir o evi sevən, o ailədəki insanları doğrudan qəlbdən sevən və onlara öz enerjisini verən bir qadın yoxdursa, o evin ruhu olmur. Və əksinə də bir qadın da qazanıb o evi alsa, amma ki, o artıq ruhu verməyə enerjisi qalmayanda o kişi onu eləyə bilməyəcək. Yəni, bəzi şeylər var ki, bu gender rollarında daha uğurlu alınır və doğrudan da deyərdim ki, gender rollarında qalması hamının ən öz səviyyəsinin pik nöqtəsinə çatmağına gətirib çıxardır. 2 il əvvəl səhv eləmirəmsə, mənim ad günümdə iş yoldaşlarımla qeyd edirdim. Bir iş yoldaşım qayıtdı ki, mən sənə qadın xoşbəxtçiliyi arzulayıram. Bütün ətrafımdakı, yəni qadına başladı ki, o nə sözdür sən deyirsən, qadın xoşbəxtçiliyi nədir? Niyə ümumiyyətlə insan xoşbəxtçiliyi yox? Ola bilər ki, bunun bəziləri çox pis təcrübəsi olmuş ola bilər bundan bağlı. Bir diskriminasiya, doğrudan da öz qabiliyyətləri ilə bağlı diskriminasiya məruz qalmış bir qadın üçün ola bilər ki, bu qıcıqlandırıcı olar və yaxud narahat edici ola bilər. Amma ki, əslində məğzindən baxdıqda qadın xoşbəxtçiliyi və kişi xoşbəxtçiliyi bir-birindən çox fərqlənir. Bir kişi heç vaxt emosional olduğuna görə təbrik olunmayacaq, təqdir olunmayacaq ki, ay sən nə gözəl hisslər ifadə edirsən və yaxud ay sən nə gözəl bu ətrafındakı insanlara enerji ötürürsən. Amma ki, bir qadın da bunu eləyə biləcək tək varlıq olduğunu düşünürəm və qadının doğrudan da xoşbəxtçiliyini yaradan onun ətrafındakı kişi enerjisidir. Kişi deyəndə səhv başa düşə bilər ki, yox, qadınlar kişilərdən asılıdır, amma əsla bu belə deyil. Asıllıq iki tərəflidir. Yəni biz bunu qəbul etməliyik ki, bu dünyaya yaradılışda iki cins gəlibsə, bunlar bir-birindən tamamilə ayrı yaşaya bilməz. Kişinin elə ehtiyacları var ki, qadın tərəfindən ödənilməlidir. Bunlar emosional ehtiyaclarıdır. Onun doğrudan da bir kişi olduğunu hiss elətdirməsidir və qadının ehtiyacları hansı ki, ancaq kişilər tərəfindən ödənilə bilər. Bu ola bilər ki, atası tərəfindən, bəzən bir tanımadığı
biri tərəfindən bir kompliment alması və ya partnyoru tərəfindən ucaldılması, əl üstündə tutulması. Yəni gəlin etiraf eləyək ki, bir qadının işə gedib 9-dan 6-ya kimi işləməsindən aldığı zövq, nə qədər işin sevsin, nə qədər zövq alsın o işdən, bu zövqlə bir kişi tərəfindən əl üstünə tutulması, hədiyyələr alınması, qayğısına qalınması, başına sığal çəkilməsi, yəni bu iki hissi biz niyə müzakirə edirik, niyə müqayisə edirik və düşünürük ki, işləmək daha yaxşıdır? Mənə hələ də heç aydın deyil ki, mən bunu demişəm əvvəlki həyatımda ki, yox, nə var, evlənmək bu şeydir, nə qədər biri ilə vaxt keçirdərsən, əsas da işə get, işdən gəl, işdən o dopamini al. Mən düşünürəm ki, qadınların hormonal sistemi hansı ki 28 gün ərzində 28 fərqli hissi yaşayırıq ki, bir həftəmizdən bir həftəmiz tutmur. O hormonal balans da bu demək deyil ki, biz zəifik. Sadəcə bizim yaradılışımız doğrudan da fərqli bir məqsədləndir. Yəni kişilərinki daha çox maddi dünya ilə bağlı olduğu halda, qadınlarınki daha çox ruh və emosiyalarla bağlıdır. Nə qədər desək də ki, yox, niyə kişilərin də emosiyaları var, bəli, düzdür və qadınlar da maddiyyat yarada bilir indiki dövrdə və bu çox yaxşıdır, özlərini təmin etmək üçün ki, heç kimə ehtiyacları olmasın. Amma ki, yenə də gəlib demək ki, qadınlar da kişilərlə eyni rejimdə işləsin, qadınlar da kişilərlə eyni yükü daşısın, şaxtada işləsin, bilmirəm, harda işləsin, ağır şəraitlərdə 9-6 və əmin edim ki, statistikalar da onu göstərir ki, kişilərlə eyni rejimdə işləyən qadınların bir müddətdən sonra hormonal pozğunluqları mütləq vardır. İndiki dövrdə də bu polikistik ovary PCOS gedir. Polikistik ovar sendromu, digər hormonal balans pozğunluqları, yəni soruşsaq 5 qadından 4-ündə hormonal pozğunluq var. Bu da hamısı ondan gəlir ki, biz bədənimizin yaradılışına, bədənimizin ehtiyaclarına və nəticə olaraq emosional ehtiyaclarımıza uyğun yaşamırıq. Bu da gəlir çıxardır ki, bizim həm bədənimiz artıq buna reaksiya göstərir, fiziki olaraq reaksiya verir ki, mən xoşbəxt deyiləm. Mən olmalı olduğum yerdə deyiləm. Olmalı olduğum vəzifəni yerinə yetirmirəm. Və bu bir insan üçün artıq düşünürəm ən yüksək səviyyədə bir siqnaldır ki, nələrisə dəyişdirmək lazımdır. Bu mən uşaq vaxtından yadıma gəlir ki, mən dərslərdə də olanda çox belə aqressiv bir qız idim. O heç sevmirəm bu sözü, amma ki, yenə də oğlan döyən belə bir termin var bizdə ki, uşaq vaxtı oğlanları döyürdü, aqressiyası var idi. Bu aqressiya hardan gəlirdi? Hər birimiz uşaq olanda eşitdiyimiz şeyləri təkrarlayırıq. Bizə öyrədilməyib ki, bir oğlanla incə danış. Bizə öyrədilib ki, bir oğlan sənə yaxın gəlsə vur, döy, özünü qoru. Bu bilmirəm necə gəlmişik bu məqsədə ki, ən yaxşı metod mübarizə aparmaqdır, amma qadınların bir məsələni həll etmə üsulu kişilərin yenə fərqlidir. Amma qadınlar artıq kişilər kimi reaksiya verir. Sadəcə sübut eləmək üçün ki, mən nə qışqıra bilirəm. Qadınlar da artıq kişilər kimi mübahisə edir. Kişilər ola bilər bir-birinə öz aralarında mübahisəsi olanda bunu aqressiya ilə göstərirlər. Bir-birlərinin aqressiyasını çıxardıb artıq yollarına davam edə bilirlər. Amma bir qadının bu qədər kişi kimi davranması onu gətirib çıxardı ki, artıq onun bədəni də kişiləşməyə başlayır. Testosteron hormonunda çox ciddi dəyişikliklər olacaq və bu uşaq vaxtından bizə yönləndirilən ki, oğlanları döymək lazımdır, oğlanlara yaxın getməyin, oğlanlarla vuruşun, dalaşın, nə desələr tərsləyin. Yəni bu müdafiə mexanizmi artıq böyük yaşlarda bizə, çünki uşaq vaxtından qorumaq üçün deyilir ki, oğlanlarla vuruşun. Amma heç bir yaşda deyilmir ki, artıq lazım deyil dalaşmaq, barışa bilərsiniz. Yəni bu bizə deyilmir. Ona görə də biz ömrümüz boyu bilinçaltımızda oğlanlarla, kişilərlə dalaşırıq həmişə. Bu atamız ola bilər, qardaşımız ola bilər, bizə yaxınlaşan partnyorlar, dostlar, iş yoldaşlar, yəni hər kim olur olsun. Bu kişilərə qarşı olan aqressiyamız da artıq bizim enerjimizi ciddi şəkildə çəkir bizdən. Yəni ki, arxada bir proqram var, həmişə işləyir.
Amma ki biz onu görmürük, ignor eləyirik ki, o qoy orada qalsın, işləsin, mənə lazım olar nə vaxtsa. Amma yenə də günün sonunda qadınların enerjisi düşüyor olur. O Türklərdə belə bir söz vardı, qız neşəsi. Hansı ki 2-3 qadın bir yerə gələndə doğrudan səmimi gülüş səsi gələndə, səmimi onlar həyatlarından zövq alanda bu enerjini heç bir kişi ətrafa yaya bilməz və kişilər də hər zaman gülərüz, doğrudan da öz həyatından zövq alan bir qadının yanında olanda onlar da öz kişiliklərini hiss edə bilirlər. Onlar da daha xoşbəxt olmağa başlayırlar. Belə bir söz var idi ki, niyə kişilərin ən çox sevdiyi modellər Victoria's Secret modelləridir. Ona görə yox ki, onlar alt paltarı reklam edir. Ona görə ki, onlar həmişə gülərüzdür. Və baxanda ki də doğrudan da bir qadın gülərüzdürsə, özü həyat enerjisi saçırsa insanlar həmişə onun ətrafında olmaq istəyəcək və ətrafında ona yaxşı baxan, onu dəstəkləyən, ona gözəl göründüyünü, gözəl hiss etdiyini göstərən insanlar olduqca da qadın enerjisi də daha yüksəlir. Yəni bir qarşılıqlı o ətraf da ona verdikcə müsbət bir enerji alış-veriş olur. Nəinki iki insan bir-birinə dalaşsın, bir-birinə pis sözlər desin, bir-birinə müharibə aparsın ki, qadınlar deyir kişilər pisdir, kişilər deyir ki, qadınlar pisdir, pulgirdirlər, gold diggerdirlər. Yəni bu müharibə bilmirəm nə qədər gedəcək. Bəlkə bu qədər videoların Instagramda və yaxud TikTokda və yaxud YouTube'da belə videoların çoxluğu mənə elə gəlir ki, çoxdan mı bilmirəm nə qədər insanın marağındadır əslində. Bu o videoların çoxluğu məsələn 5 ilə nəzərən mən deyərdim ki, ümid edirəm gətirib ona çıxaracaq ki, biz bu rəsmi müharibəni artıq bir qırağa qoyacağıq və başa düşəcəyik ki, qadın olmaq zəif olmaq deyil. Amma ki, qadınlığın zəiflik olmadığını kişilərə sübut eləməklə də heç bir yerə getməyəcəyik. Bir qadının gücü onda deyil ki, kim nəsə vuruşsun və axırda o debatın sonunda düz çıxsın. Bir müzakirədən çox vaxt heç kim səhv çıxmır. Heç kim demir ki, okey, çox üzr istəyirəm, mən əvvəldə səhv edim, sən düzsən. Bu heç vaxt eşitməyəcəksiniz. Və bunun üstündə doğrudan da belə bir dirəşmək yox, mən düz çıxacağam. Sadəcə özünüzə ziyan edəcəksiniz. Əsas odur ki, siz qadın olaraq öz iç səsinizi eşidə bilək. Mən bunun üçün çox vaxt sərf elədim ki, o içəridə bastırılmış səsi mən bir ara oradan duymurdum. Mənə deyəndə ki, iç səsinə qulaq as, özə sual ver, gör nə fikirləşirsən. Mən deyirdim ki, yoxdur heç nə. Heç nə düşünmürəm mən beynimin içində. Nə fikirləşirəm deyirəm yəqin ki, amma o içəridəki səsimi o qədər bastırmışam ki, illər ərzində. Çünki fikirləşirdim ki, mən bugün işləmək istəmirəm, amma yox, mən kiməsə sübut eləmək istəyirəm axı. Ona görə onu bastıracağam, gedirdim onun əvəzinə şirniyyat yeyirdim. Nəyəsə pis olurdum, məsələn, işlə bir pis olurdu. O qədər ağlamaq istəyirdim, o qədər incinirdim bəzi şeylərdən ki, bir kişi ilə danışılsa, bəlkə də heç vecinə olmaz. Amma mən bir qadınam və mən o sözləri eşitmək istəmirdim insanlardan. O anda ağlamamaq üçün, özümü kişi kimi hərəkət elətdirmək üçün o qədər özümü bastırırdım hisslərimi. Artıq bir yerdən sonra o hissləri duymamağa başladım ki, bu mənim bir müddət işə yaradı. Bir müddət sonra tamamilə fəsadlarını da gördüm, həm fiziki, həm emosional ki, məsələn, əgər siz göstərməli olduğunuz emosiyaları lazımi yerinə göstərmirsinizsə, o emosiya heç vaxt itmir. O emosiya çox lazımsız, çox əlaqəsiz bir momentdə elə formada çıxır ki, yəni siz özünüzdə inanmırsınız ki, mən niyə buna bu qədər reaksiya verdim? Burada axı belə bir şey yoxdur. Bu, yəni insanın artıq necə deyərlər, bir var ki, kontrollu şəkildə emosiyalarınızı ifadə eləyəcəksiniz ki, siz onu göstərəsiniz. Çox xoşbəxtsiz, xoşbəxtliyinizi göstərəsiniz. Bunu göstərməyəndə bir yerdən sonra o kontrol əldən çıxır və siz bilmirsiniz ki, hansı reaksiya nə vaxt çıxacaq. Bunlardan da yaranır panik ataklar, hansı ki, çox kiçik bir hadisədə emosiyalarınız çox yüksək bir səviyyəyə çıxır və sizin nəzarətinizdə əsla olmur. Nə vaxtını idarə edə bilirsiniz, nə şiddətini idarə edə bilirsiniz, nə onu daha sakitləşdirə bilirsiniz. Çünki artıq o sizdən çıxanda, o emosiyanı göstərəndə sizin nəzarətinizdə olmayıb. Onu geri qaytarmaq da sizin əlinizdə olmur. Və bu da ki,
Bir çox insanda bu panik atakların, anksiyetələrin yaranmasını da deyərdim ki, bir çox səbəbi insanların emosiyalarını göstərməməyə çalışması, müəyyən bir qəliblərə formalaşdırması özünü. Bu demək deyil ki, kişilər ağlamaz qəlibidir. Amma ki, əgər bir qadın cəmiyyətdə qadın xüsusiyyətlərini, naturasından gələn xüsusiyyətləri göstərməyə çəkinirsə, bu artıq o qadının doğrudan da fərqli bir cinsə çevriləcəyini göstərir. Ona görə də bizdə mən düşünürəm ki, bu 3-cü, 4-cü, bilmirəm, 5-ci, 6-cı cinsiyyət formaları yaranıb, hansı ki, tamamilə təbiətdən uzaqdır. Bunların da yaranmasının da səbəbi ondan ibarətdir ki, biz öz eləməli olduqlarımızı eləmirik. Öz iç səsimizə qulaq asmırıq. Bizim daxili orqanlarımız bizdən soruşmur ki, bugün işləyin, bugün ürək işləsin, yaxud bugün qaraciyəri işə salaq, salmayaq. Yox, bugün işləməsin. Onların öz funksiyaları var və onlar öz funksiyalarını yerinə yetirir gündəlik formada. Biz nə qədər öz funksiyalarımızı yerinə yetiririk, biz nə qədər öz bədənimizi tanıyırıq, öz düşüncələrimizi tanıyırıq, öz ehtiyaclarımızı tanıyırıq, qulaq asırıq. Ona yox ki, nəyə bizə analarımız, atalarımız, cəmiyyət bizə deyir ki, sən belə olmalısan. Nə qədər biz qulaq asırıq ki, mən nə istəyirəm? Mən bu dəqiqə, məsələn, mən bu dəqiqə nə yemək istəyirəm? Ola bilər ki, saat çox uyğunsuz bir saatdır, amma mənim, məsələn, şirniyyət ehtiyacım var. Mən onu dinləyə bilmirəmsə, mən onu eləməyəcəmsə, o bədənimə qulaq asmayacamsa və yaxud o məndən çox dəxilsiz bir saatda, məsələn, yemək yemişəm, amma çox duzlu bir şey istəyirsiniz. Siz artıq qulaq asmayanda bədəninizə ki, okey, mən əgər bu vaxtda duzlu bir şey istəyirəmsə, demək ki, bədənimdə bunun əksikliyi var və yaxudsa nəyinsə artıqlığı var ki, onu balanslaşdırmaq üçün bunu məndən istəyir. Və ya mən bütün günü yuxuluyam, heç nə eləmək istəmirəm. Bunun nədən gəlir? Yəni biz İlk öncə özümüzə çönüb baxmalı ki, mən niyə kimlənsə vuruşuram? Mən niyə kişilərdən nifrət edirəm? Mən niyə həyatını rahat yaşayan qadınlardan nifrət edirəm? Birinin həyatını rahat yaşaması o demək deyil ki, onu balanslaşdırmaq üçün sizin həyatınız pis olacaq. Və yaxud birinin rahat yaşaması o demək deyil ki, o sizin haqqınızı alır və yaxud siz onun kimi ola bilmərsiniz. Sadəcə ətrafımıza baxıb xoşbəxt olan insanları görəndə düşünmək lazımdır ki, onlar nə edir ki, mən eləmirəm? Onlar özlərine nə icazə verir ki, mən özümə icazə vermirəm? Bəlkə o rahat yaşamağı seçir, mən niyə seçmirəm? Mən niyə əzab-əziyyətlə yaşayıb kiməsə özümü sübut etməyə çalışıram? Bəlkə ola bilər valideynləriniz çox əziyyət çəkib deyə onlarla bir parça olmaq üçün siz də özünüzü əzab-əziyyətə vurursunuz ki, yox, valideynlərim əziyyət çəkib, axı qoy mən də onlar kimi olum. Qoy mən də əziyyət çəkim, görsünlər ki, tək onlar deyil, mən də əziyyət çəkirəm. Bu sizə heç nə vermir. Əsas bizə verilən bir həyatdır. Bugün mənim çox sevdiyim bir psixoloq koç var, Asiya Rüstəmli və Azərbaycan dilində də doğrudan bu kontentləri yaradan ən sevdiyim, deyərdim, ekspertlərdən biridir. Çox tövsiyə edirəm sizə də qulaq asmağı, həm də təlimlərini götürmək ki, çox düzgün metodologiyası var bu işlərin üstündə işləməyə. Onun bir canlı yayımına qulaq asdım. Orada deyir ki, bizə həyatımızda hər gün gözümüzü açanda bir həyat verilir. Bir həyat verilir ki, biz o həyatı dəyərləndirək. Enerji səviyyəsi də, yəni biraz çox ekstrem gələ bilər, amma dərindən düşündükcə və bu mövzularda daha çox məlumatımız artdıqca başa düşürük ki, biz yuxudan durarkən və Mark Zuckerberg və ya hər hansı bir milyoner yuxudan durarkən onların da qarşısında 24 saat var növbəti gün üçün. Növbəti dəfə yuxudan qalxana qədər. Onların da belə fiziki enerji olaraq və ya düşüncə tərzi olaraq bizdən çox fərqli bir düşüncələri və yaxud enerjiləri yoxdur. Bizə də səhər yuxudan durulanda bir həyat verilir, onlara da. Və biz hər günümüzü nəyə əsasən yaşayırıq, hansı o günə doğrudan da dəyərləndiririkmi? Yoxsa o günü bizə verilən hər gün yaradan tərəfindən bizə verilən o şansı nə ilə dəyərləndirir? Şikayət eləməklə, başqalarının həyatını müzakirə eləməklə, kimisə özümüzü sübut eləməyə çalışmaqla, kimisə səhv çıxartmağa çalışmaqla, yoxsa doğrudan da öz həyatımızı gözəlləşdirməklə, öz ehtiyaclarımızı ödəməklə, öz isteklərimizi gerçəkləşdirməklə. Bu deyərdim ki, biz, siz və
hər hansı bir xoşbəxt, uğurlu insan arasında yegane fərqdir. Hər gün nəyə seçirik, hər gün nəyə fikir veririk, bizim fokusumuz hardadır, diqqətimiz hardadır ki, biz onları yaradırıq. Əgər mən səhər durandan başlasam şikayət eləməyə ki, ay mən işə necə gedəcəm, bu niyə belə oldu, taksi belə oldu, probkalar belə gəldi. Bunlarla başlasam mənim günüm təbii ki, ancaq negativdən keçəcək. Amma onun yerinə mən şükür eləsəm ki, bugün yuxudan durmuşam, sağlam bədənlə durmuşam, zehnim sağlam şəkildə düşünə bilir, ətrafımda, yəni yuxudan evimdə, isti evimdə durmuşam, buna bağlı şükür eləsəm. Şükür eləsəm ki, doğrudan da gedə biləcəyim bir işim var. Səhər məni çatdıra biləcək ətrafımda transport yolları var. Yəni bunlara şükür eləsəz, doğrudan da görürsüz ki, həyatdakı enerjimizi nələrə xərclədiyimiz eynən də bizə o şeyləri qaytarır. Əgər bir qadın içində kişilərlə mübarizə aparmağa keçibsə, o kişilər, onun ətrafındakı kişilər həmişə belə stereotiplərə uyğun pisləri, negativləri həmişə o qadından daha çox tələb edən, onu daha da qadınlıqdan çıxaran tip kişilər olacaq. Amma ki, əgər biz öz qadınlığımızı dəyərləndirsək, kişilər öz kişiliyini, dəyərini bilsə, öz rollarının, öz təbiətlərinin rollarını yerinə yetirsələr, görəcək ki, doğrudan da dünya daha yaxşı bir yerə gəlir. Mən bunun münasibətimə ilk başlayanda bir feminist deməzdim. Mən də vaxt başa düşmürdüm feminist nədir. Fikirləşirdim ki, okey, biz bir münasibət qururuq. 50-50 hər şey eləməliyik. Mən sənə emosional olaraq dəstək olacağam, sən də mən olacaqsan. Mən sənə maddi olaraq dəstək olacağam, sən də mən olacaqsan. Amma bir müddət sonra artıq bu mövzularla bağlı maarifləndikcə metodikamı dəyişməyə qərar verdim. Ki, münasibətdə sadəcə bunu, məsələn, qarşımdakine demədən belə, hətta sadəcə bunu özümdə formalaşdıraraq ki, bəlkə belə daha yaxşıdır. Yəni, sadəcə yoxladım ki, mən necə eləyə bilərəm ki, qarşımdakı kişinin doğrudan da etdiklərini dəyərləndirim, bir gül alanda çox sağ ol deyim, bir mənə restoranda yemək məsələn, hesabı verəndə necə ona ürəkdən təşəkkür eləsəm, o özünü yaxşı hiss eləyər. Və doğrudan da gördüm ki, bir kişiyə kişi kimi davrananda o da sizə qadın kimi davranmağa başlayır. Və yaxud mənim işdə bir neçə əməkdaşımız var idi ki, niyəsə onlar məni çox qıcıqlandırırdı. Belə çox yaxın da deyildim, bir şöbədə də çalışmırdıq. Amma ki, o insanların hərəkətləri məni qıcıqlandırırdı və mən onlara qarşı bir aqressiyam var idi. Nə deyirdi onu səhv çıxartmaya çalışırdım, nə deyirdi səhv gedirdim. Məsələn, eyni sözü başqası desəydi çox da vecim olmazdı. Amma o deyəndə belə bir protiv getmək hissim var idi ki, yox sən səhvsən, yox sən beləsən. Lağ eləyirdim. Yəni insanların qarşısında onun dəyərini düşürtməyə çalışırdım. Gördüm ki, mən bunu bir kişi eləyəndə səhərsi gün eyni adam olmasa belə başqa bir qadın və ya kişi eyni hissi mənə də yaşadır. Çünki mən ona vuruşuramsa, mənim ona enerjim gedir və o enerji mənə qayıtmalıdır nə vaxtsa. Bu şeylərin də fərqinə vardıqca gördük ki, yox, bir şeylə mübarizə aparmaq heç vaxt düzgün bir metod deyil. Və metodologiyanı dəyişdikdən sonraki artıq məsələləri bir qadın kimi həll eləmək, məsələləri daha emosional intellektimlə cavablandırmaq ki, biri məni qıcıqlandırırsa fikirləşirdim ki, niyə qıcıqlandırır məsələn? Neyinir ki, o mənə doğrudan da bir zərər mi verdiyi üçün mən ona belə bir emosiya yaşayıram? Yoxsa o insanla bağlı ola bilər paxıllığım tutur ki, yox, niyə o eləyə bilir, mən eləyə bilmirəm? Çox vaxt egoist insanlarla bağlı belə hissimiz yaşanır ki, niyə o üzünə ona icazə verir, amma mən vermirəm. Ona görə başlayırıq onları qıcıqlanmağa, onların qeybətini eləməyə. Amma ki, əslində olan problem onlarda deyil, bizim özümüzlə bağlı bir mübarizəmizdir. Və bu dəfə çox uzun oldu deyəsən podcast. Bununla bağlı yəqin ki, digər bölümlərdə də danışacağım. Niyə? Ola bilər. Bu dəfə daha çox kişi-qadın mübarizəsinə fokuslandım. Amma ki, bunun da tam bitmir əslində. Biz bir çox insanlarla mübarizə aparırıq, müqayisə aparırıq. Anamızla, atamızla. Fərqində olmadan edirik bunların çoxun. Amma ki, əslində çox insanlarla eyni anda mübarizə də var, münaqişə də var.
belə bir ruhumuz sakitlik tapmır elə bil ki. Biz istəyirik ki, kimlənsə nəsə söhbətimiz olsun, kimlənsə nəsə anlaşmazlığımız olsun ki, biz onu necəsə həll eləyək, axırına çıxaq. Amma ki, düşünmürəm hər hansı bir mübahisədən haqlı və ya haqsız çıxır. Heç vaxt qarşınıza keçsə, sən düzsən, mən səhvəm deməyəcək. Buna görə də əsas odur ki, o mübahisələrə girmədən öncə o məsələləri içinizdə həll eləyəsiniz və görəcəksiniz ki, doğrudan da bunları həll elədikdən sonra həyatda mübahisə aparmalı heç bir şey yoxdur. Çox təşəkkür edirəm məni dinlədiyiniz üçün. Ümid edirəm sizə öz həyatınızda nəyisə bir klik elətdirə bildim ki, doğrudan da mən də bunu yaşayıram. Doğrudan da mənim də backgroundda düşündüyüm belə bir hisslər var. Təşəkkür edirəm diqqətiniz